Salam, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktının bu gün icrasına başlanılıb. Qeyd edək ki, amnistiya aktının icrası 4 ay müddətinə davam eləyəcək. Biz isə artıq bu gün qadınlar üçün nəzərdə tutulan 4 saylı cəza çəkmə müəssisəsindəyik və bu gün 22 nəfərə yaxın qadının azadlığa buraxılacağı gözlənilir və hazırda 22 nəfər qadın azadlığa buraxılmaq üçün gözləyir. Amnistiya aktına əsasən Azərbaycan suverenliyini və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü ilin sentyabrın 19-20-sində keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, 60 yaşına çatmış şəxslərin və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməli nəzərlərdə tutulur. Amnistiya aktına əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş bir sıra şəxslər cəzadan azad ediləcək və cəzalarının çəkilməmiş hissəsi azad olunacaq. Ümumilikdə bu amnistiya aktı ölkə ərzində nəzərdə tutulmuş ən böyük amnistiya aktıdır və bu gün ümumilikdə 4 ay ərzində 5000-dən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3000-dən artıq şəxsin cəzasının azaldılacağı, 7000-dən çox məhkumun azadlığının məhdudlaşdırılması cəzasından, 4000-ə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq etmiş cəzalardan, habelə 1000-dən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Amnistiya aktının icrası qeyd etdiyimiz kimi 4 ay ərzində çəkəcək. Biz də hazırda qadınlar üçün nəzərdə tutulmuş 4 saylı cəza çəkmə müəssisəsindəyik və təkrar xatırladaq ki, bu gün 22 nəfər qadının azad ediləcəyi gözlənilir.